Axşamınız xeyir. Layla xanım işıq yandı, yoxsa generator falan qoşdunuz? Yox, mənim işıq yandı. Hə, lap yaxşı. Vüsalə xanım, necəsiniz? Salam müəllim, axşamınız xeyir. Siz Good necəsiz? evening. Mən yaxşıyam. Həyat necə gedir? Şükür yaxşı. Hə, tək yaxşı olsun. İndi açaq görək bizim bu countdown tapşırıqlarımızda ortaya nə çıxıb. Hə, budur burada. Qəşəng işlədinizmi? Əyləncəli idi testlər. Qoy, bu nətər paylaşacağım? Hə, hər zamanki kimi. Döydü. Ay mən bir testdə 14 dəqiqəm deyəsən o mətnin məntiqi təhlilləri vardı. Aha. 14 dəqiqəm getdi. Bu normaldır sizcə? Birində gedibsə də problem yoxdur. O birlərdə ki getməyib. Nə bilim. Nə bilmək. Müjgan xanım necəsiz? Bugün hə, indi girdim. Müjgan xanım necəsiz? Nə var, nə yox? Deyəsən hələ tam olaraq səsimi eşitmir. Xırıltı xışıltı gəlir. Nəsə arkadaşlar, suallarınızı verin başlayaq, başlayaq. Suallar gəlsin. 86-ya baxaq. Baxaq. 85-ə də baxaq da. Bu dəqiqə. Ben buna Wi-Fi dayandırım belə. Aha, 85, 86. 85'te ne diyor arkadaşlar? Diyor ki 1,2, 1,5, 2,5, 3,3, 5,5, 6, 10 ve 14 milyon Hindunun vətəni olan Meksika, Gvatemala, Peru, Kanada, Kolumbiya, Honduras, ABŞ və Boliviya dövlətlərinin hər birində Zapotek, Maya, Prepecha, Cherokee, Atapas, Kanebo, Chipcha və Miştek Hindu tayfalarından biri çoxluq təşkil edir. Birinci arkadaşlar, ədədlər artan sırayla yazılıb. Biz də elə artan sırayla ədədləri düzək. Nə yazıram? 1 tam onda 2. 1 tam onda 5. 2 tam onda 5. 3 tam onda 3. 5 tam onda 5. 6, 10 və 14. Ərazisində yaşayan hinduların sayına görə 3-cü yer tutan Boliviyada Prepecha tayfasına olan hindular çoxluq təşkil edir. 3-cü yer, yəni 6 milyon hindu yaşayır Boliviyada. Bunlar da Prepecha tayfasındandır. Prepecha. Qvatemalada sadalanan 8 dövlətdə olan hinduların sayını göstərən ədədlərin ədədi ortasına bərabər sayda hindu yaşayır ki, onların da çoxu Miştek tayfasındandır. Arkadaşlar buradakı ədədləri toplamalıyıq. Məsələn 1,2 ilə 3,3 edir, 4,5, 1,5 ilə topladın 6, 2,5 ilə 5,5 topladın 8 elədi, 14, 5 14, eləyir mən. 28, 10, 38, 44 elədimi? Və Bəli. 8 dənə burada ədəd var, dövlət var, 8 tayfa var, 8-ə böldünüz elədi 5,5. Yəni Qvatemalada 5,5 milyon hindu yaşayır ki, onların da çoxu mişteklərdir. Miştek. Bu gün ölkələrdən ən çox və ən az hindunun yaşadığı Kanada və Peruda Maya və Atapask tayfalarından olanlar çoxluq təşkil edir. Ən az 1,2 milyondur. Ən çox 14 milyondur. Biri Kanadadır, digəri Perudur. Burada Peru, Kanada yerlərini dəyişik yazım. Və tayfalara gəlincə Maya ilə Atapask. Maya və Atapask. Burada da yazım Atapask və Maya. Deməli, əsasən Çerokilərin yaşadığı ABŞ-da Meksikadakından az, Kolumbiyadakından çox hindu var. Deməli, arkadaşlar, ABŞ-da Çerokilər yaşayır. Bunlar da Meksikadakından azdır, yəni Meksikanın sağ tərəfi yazacağım.
və Kolumbiyadakından çoxdur. Kolumbiyanı da sola yazacağam. Nəsə ABŞ-da ya 2.5 ya 3.3 olmalıdır. Çünki burada 4 dənə Bəli. yer boş qalıbdır. Düzdürmü? Və 1.5 10 ortalarda da olamaz. ABŞ. Sonra görün nə deyir. Deyir 3,3 milyon hindunun vətənində Çipça tayfasının nümayəndələr çoxluq təşkil edir. 3,3-də Çipçalar olanda artıq ABŞ 3,3 milyon hindunun vətəni olmayacaq. Niyə? Çünki ABŞ-dakılar Kero. Çirokilər, Hə, bəli, Çipçalar deyil. Bura bəli. Çirokiləri yazdım, bura oldu ABŞ. ABŞ-da Kolumbiyadan çoxsa da Meksika üçün 2 yer var, 3,3-dən 10. Amma Kolumbiya üçün bircə dənə yer var, o da nədir? 1,5 milyon. Və deyir Zapoteklər Kolumbiyada yaşamır. Arkadaşlar, Zapoteklər Kolumbiyada yaşamırsa da o zaman 10 milyondular Zapoteklər. Kolumbiyada isə Kanibo tayfası qalıb. Kanibolar yaşayır. İndi iki ölkəmiz qalıb. Adları belə deyim də yerləşdirilə bilməyən. Biri Hondurasdır, digəri də Meksikadır. Onları heç vaxt bilə bilməyəcəyik. Yəni verilən şərtlər çünki qutarıb ona görə. İndi biz şərtlərə uyğun məsələni həll etməyə çalışaq. Nə deyir əvvəlcə? Aşağıdakılardan hansı? Bəli. Bəli. Zapoteklər nətər bildik ki 10 mindir. 10 Kolumbiyada milyon. 10. Bala, iki dənə boş yer qalıb. Biri 1,5 milyon, biri 10 milyon. və 1,5 3 milyon oldu. Hindu Kolumbiyada yaşayır və bizə deyir ki, Zapoteklər Kolumbiyada yaşamır. Harda yaşayacaqdı? Çölə tulluyas deyiləm ki, ya bura qoymalıydım, ya bura qaldı bura. H-la başlayan da var idi. Honduras ölkə adıdır. O Hindu tayfası deyil. Hondurasda yaşaya bilməz Zapotek. Hə, yaxşı. 10 min. Hondurası yazmışıq ki, Hondurasla Meksikanın yeri ay Gültaz. Ya qulaq as bala, ya da qulaq asmayıbsansa da eyb yox. Canın çıxsın dərsdən sonra video baxarsan. Yox, qulaq asıram. Yaman qulaq assan, bayaqdan dediklərimi təzədən soruşursan. Bu da elə bil Səbinədir, tokdan çıxardırlar. Demək 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfasını. Arkadaşım bunu bilirik. Zapoteklərdir. Bu mümkündür. 2. Ərazisinə Kanibo tayfasına olan hinduların çoxluq təşkil etdiyi dövləti. Bunu bilirik. Kolumbiyadır. Meksikada yaşayan hinduların sayını. Bax bunu bilmirik. Ya 3,3 milyondur ya da 10 milyon. Bunu bilmirik. 1 ilə 2-ni bildik. Yəni doğru cavab E variantıdır. Nə oldu Gültaz? Amma məsələn deyirsiz, Meksikada yaşayanlar bilmirik. Çünki ya 3.3 ola bilər ya da 10. Ha. Amma Zapoteklərin 10 min olduğunu dəqiq bilirik. Bəli də, dəqiq 10 milyon olduğunu dəqiq bilir. Görsən bayaqdan milyona min deyirsən. Çox diqqətlə sən 10 düşünüb, milyon çox hindunun diqqətlə yaşadığı danışırsan ha Gültaz. Biri götürməmişəm, mən ona görə 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil edən hindu tayfası Zapoteklərdir. İşte. Heç nə. Yaxşı, sonra nerede kuşlamışız arkadaşlar? Manyaçkalar, sualınızı verin. Bəli. Allah'ım yarabbim. Bir nəfər Mən danışsın. 86. 86. Ay son. 86. Bilirdim ki onsuz da bunu da yazası deyilsiniz. Ovçular 14 dəqiqəyə yazmışam, 14 dəqiqə. Hem, Purdey, Beretta, Benelli və Merkel firmalarının istehsal tüfənglərlə sahələr təxminən 2,7 min, 4 min, 5 min, 40,4 min və 60 min hektar olan Samux, Yaşma, Ulduz, Qax və Şəki ovçuluq təsərrüfatlarında qırqovul, cüyür, dağ keçisi, kəklik və ördək ovuna çıxdılar. Hər ovçuluq təsərrüfatında yalnız bir növ tüfəngdən istifadə edilməli, yalnız bir növ ov ovlanacaq. Arkadaşım, indi görün nə edirəm. Buraya yazıram, deməli sahələri artma sırasından 2,7, sonra 4, sonra 5, sonra 40,4, burada yazıram neçə 60. Gözəl. Deyir ovçular Purdey, Heym və Merkel firmalarının istehsal olan tüfəngləri ilə sadananlar arasında sahəsi ən böyük və ən kiçik olmayan
ovçuluq təsərrüfatında quş ovuna çıxdılar. İndi bura bax. Arkadaşım, burada bircə dənə pis nədir? Bu ədədləri qoyum aşağıya çəkə bilsəm yaxşı olacaq. Bunları biraz aşağı çəkim. Buyur. Yəni hardan tutam? Hə, buradan. Yuxarısına qeydlər aparacağım. Ona görə aşağı çəkdim. Amma yaxşı ki, vərəqdə deyil. Lövhədə olsaydı, indi lövhəni silmişdim. Bax, bu üç dənəsinə hansı ki, BDM firmanın istehsalından istifadə? Purdey, Hem, bir də Angela Merkel. Bir də burada nə edibdir? Quş ovuna çıxıblar. Quş nədir burada? Kəklik var, qırqovul var, ördək. Kəklik, qırqovul, bir də ördək. Bax, bunlar quşdular arkadaşlar. Cüyürlə dağ keçisi quş deyil. Bunu yadınızda saxlayın. Beretta və Benelli firmalarının silahları qax və şəki ovçuluq təsərrüfatlarının sahələri istifadə olunur. Aha, belə çıxır ki, 2,7 və 60 min hektar olanların biri qaxdır, digəri də şəkidir. Şəki ya da qax. Və ən əsas məsələ, burada Beretta və Benellidən istifadə. Bəli. B-nı ya da B-rı. Burada nə yazan B-rı ya da B-nı. Qeydlərimi görsənmi? Götürürəm, ay Gültac. Yazdıqca qeyd. Bəli. Sonra deyir ki, sadalanan ovçuluq təsərrüfatlarının birindən 15 dəfə kiçik olan yaşma ovçuluq təsərrüfatının sayəsindən. İndi bura bax. Burada bircə dənə 4-dür ki, 60-dan 15 dəfə kiçikdir. Düzdürmü? Deməli, yaşma ovçuluq təsərrüfatı bu 4000 hektar sahəsi olandır. Deyir, Purdey firmasının istehsal etdiyi silahla, Purdey, Pu yazdım. Purdeylə ördək vurublar. Purdeylə ördək vurublar. İndi bura baxın arkadaşlar. Burada Purla ördəyi silirəm. Niyə? Çox başım qarışmasın deyə. İş görərkən özümüzə nə etməliyik? Əngəl törətməli deyilik. Qırqovul ovu üçün çıxılan sahə Samux ovçuluq təsərrüfatının sayəsindən kiçik. Cüyür ovu üçün Beretta firmasının istehsal etdiyi tüfənglə çıxılan sahədən böyükdür. İndi bura baxın arkadaşlar. Məsələ burasındadır ki, burada çox önəmli bir şərt var. 2 dənə quşu birdən vurduq. Nə mənada? Demək, qırqovul üçün çıxılan sahə Samux ovçuluq sahəsindən kiçikdir. Deməli, Samux burada zaten ya 5 olmalı ya da 40. Çünki niyə? 60 ilə 2,7 qaxla şəkidir. Bunlar gedib. Bu ikisi də qalır nə? Yaşmadan digərləri. Ulduzla Samux qalır. Burada da nədir? Samuxdan daha kiçikdirsə də bu nə olacaqdır? 5000 hektar sahə olan ovçuluq təsərrüfatı ulduz olacaqdır. Samux da nədir? 40,4 min sahəsi olan ovçuluq təsərrüfatı olacaq. Və burada nə vurublar? Qırqovul vurublar. Quş da bəlli oldu. Sonra o zaman Samuxa düşən quş nə olacaqdır? Kəklik olacaqdır. Diqqət ediniz, birdən-birə nə qədər şey çıxdı. Özü də deyir ki, bu sahə Cürov üçün Beretta firmasının istehsal tüfənglə çıxılan sahədən böyükdür. Yəni burada 2,7 min hektar sahəsi olan Cürovu edilibdir. Və hansından? Beretta markasından. Onda Benelli gəlib düşür bura. Heyvanlardan da bircə dənə qalıb dağ keçisi qalmış olur. Gördünüz nə qədər şey bildik. 5-ci şərtdə deyir, dağ keçisi ovu üçün şəki ovçuluq təsərrüfatının sayəsindən çıxıldı. Deməli, bura şəki ovçuluq təsərrüfatıdırsa, bura avtomatik qax olacaqdırmı? Olacaq. Və sonuncu. Kəklik ovu üçün Heym firmasının istehsal etdiyi tüfəng istifadə olundu. Kəklik ovunda Heym istifadə olunubsa da qaldı Merkel, Merkeldə qırqovul ovunda istifadə olunub. Və şərtə baxaq. Suala baxaq daha doğrusu. Şərtlər əsasında hamısını tapdıq. Deyir ki, ovçuluq təsərrüfatlarının sahələrin artması ardıcılığı düzün. Birinci nədir? Qax. Qax neçə nömrəlidir? 4. İkinci nədir? Yaşma. O neçə nömrəlidir? 2. Üçüncü nədir? Ulduz. Ulduz elə 3 nömrəlidir. Dördüncü Samuxdur. Samux 1 nömrəlidir, 5-ci də şəkidir. 4, 2, 3, 1, 5 olacaq. C variantı doğru cavab variantıdır. Gördün ay Gültac.
Bəli, yazmışdım bunu. Hı -hı. Allah tərəfdən. Prosto birazca dedin 15 dəqiqə vaxt sərf edirsən, amma yəni diqqət edirsənmi? O qədər vaxt aparası şey deyil. Sonra arkadaşlar neçəyə baxacağıq? 92-yə baxaq. Baxaq. Aha, yenə quşlar. Burada deyir qanatlarının eni 2,5 metr, 2,7 metr, 2,8 metr, 3 metr, 3,1 metr və 3,2 metr və 3,5 metr olan kazuan, qutan, albatros, dəvə quşu, qu, dovdak, konda və qrif quşların çəkiləri 11, 12, 14, 16, 22, 100 və 120 kiloqramdır. İndi məlumdur ki, qanadların eni ən böyük olan dəvə quşunun çəkisi, qanadların eni 3,2 metr olan kazuanın 1 sentnerlik çəkisindən çoxdur. İndi bura baxın. Burada qanad enlərini yazıram. Yox, bir dənə çəkidə var qanad enlər. Quşun adını da yazacağam. İndi bir dənə əlaməti ən azından düzməliyəm. Nə olursa da olsun. Yaxşı, qanad eninə görə düzürəm. 2,5 var. Birazca aralı yazacağam. Çünki hansındansa iki dəfə istifadə olunmalıdır. Niyə? 2, 4, 6, 7 dənə qanad eni verib. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə quş veribdir. Sonra 2,7 metr var. 2,7. Sonra 2,8 metr var. Sonra 3 metr var. 3,1 metr var. 3,2 metr var. Bir də 3,5 metr var. Və qanadların eni ən böyük olan hansı quşuydu? Dəvə quşu idi. Buraya yazdım dəvə quşu. Deyir, qanadların eni 3,2 metr olan kazuan. Kazuanın qanadlarının eni 3,2 metrdir. Onun 1 sentinerlik. 1 sentiner nə qədərdir? 100 kiloqram. Bunun çəkisi 100 kiloqram və dəvə quşunun çəkisi bundan çoxdur. 120 kiloqram olacaq. Yəni yazılan çəkilərlə belə gəlir. Deyir, çəkiləri 16 kiloqram olan dovdak və albatrosun qanadlarının enlərinin cəmi 6 metrə bərabər olsa da, aha, baxın, dovdak plus albatros qanadların enləri cəmi nə qədərdir? 6 metrdir. Dovdağın qanadlarının eni albatrosun qanadlarının enindən azdır. Dovdak daha kiçik qanadlara sahibdir. İndi bura baxın. Burada 6 verə bilər 2,5-dən 3,5. Bu bir versiya. Sonra 2,8-dən 3,2. Bu ikinci versiya. Bir də 2 dənə 3 ola bilməz. Hardan bildim 2 dənə 3 ola bilməz? 2 Çünki dənə 3 bərabər olsa böyük qanadlar. bərabər olardı. Bu arada qanadlarının eni ən böyük olan quş dəvə quşu olduğuna görə iki quşdan biri demir. Ona görə də nədir? Biz burada 3,5 metri götürməyəcəyik. 3,2-nə 2,8 götürəcəyik. Bildiniz niyə deyirəm 3,5 götürmürük? Bax, bir daha vurğulayıram. Ona görə ki, bundan əvvəl şərtdə deyirdi ki, qanadlarının eni ən böyük olan dəvə quşunun çəkisi. Yəni, bunun alternativi yoxdur. Ən böyük qanadları olan dəvə quşudur. Buranı biraz araladım ki, bura 3,2-ni yaza biləm. Deməli, biri albatrosdur. Albatrosu buraya yazdım. Dovdağı da götürdüm, buraya yazdım. Dovdak. Dovdaqla dəvə quşunun ikisi bir-birini oxşatdım. Onu əl kimi yazmışam. Bunların çəkiləri də nədir? 16 kiloqram. Bu da 16 kiloqramdır. Bu da 16 kiloqramdır. Oldu bu. Sonra nəyə baxacağıq? Qanadların eni ən az olan qrifin çəkisi. Qrif 2,5 metr qanadlara sahibdir. Qanadların eni 3 metr olan qutanın çəkisindən az. Qanadlarının eni 3 metr olan qutan. Qıtı yazıram çünki qu quşu da var burada. Qanadların eni 3,7 metr olan qu quşunun çəkisindən çoxdur. İndi bura bax. Burada yazam qu quşu. Qu quşu. Və burada bir dənə adını çəkmədiyim hansı quş qalıb? Konda. Əla. Bu arada aşağıdakı şərti silirəm. Burada xüsusi qeydlərimi qoyacağam. Niyə? Çünki bizə belə bir şey dedi. Qrifin çəkisi qutanın çəkisindən az. Qrif.
qutandan azdır və qu quşun çəkisindən çoxdur. Qu quşun çəkisindən çoxdur. Bura diqqət eləmək lazımdır. İndi arkadaşım, burada nə var? Əlimizdə hansı çəkilər qalıb? 11 kiloqram var. Düzdürmü? 12 kiloqram var. Bir də 14. 14 var. Düzdür? Hə, 11, 12, 14 var. Bəs burada bir dənəsinin çəkisi uyğun gəlmir. Axı. 11, 12, 16-dan 2 dəfə istifadə olunub. Burada 2, 4, 6, 7 dəndir. 120, 100-dən istifadə olunubdur. Düzdürmü? 12, 14, bir də 22 də var arkadaşım. 22-ni gözümdən qaçırtmayın. Bəli, hə, Deməli, 22. 12 də var. Burada 12, sa 14 yaza bilərəm. Bir də 22 yaza bilərəm. 14 bir də Ha, ona da burada da olacaq. nədir? 14'ü bura, 22'ni bura yazmaq ehtimalımız da var. Elədir? Yəni buradakı vəziyyətləri qoy biraz açıq edeyim. Üç vəziyyətləri sizə göstərim. Yəni buradan çıxan nəticələr nədir? Qutanın çəkisi ən az neçə ola bilər? 11 ola bilər. Bundan aşağı qu quşunun, daha doğrusu qutan yox, qu quşunun çəkisi 11 ola bilər. Əgər qrifin çəkisi 12 olsa, qutanın çəkisi o zaman neçə olacaqdır? 14 ya da 20. 14 ya da 22. 14 və ya 22. Bunu bu şəkildə yazdım. Sonra qu quşun çəkisi 11 olsa, qrifin çəkisi 12 ya da 14 olub, qutanın çəkisi sırf 22 də ola bilər. Belə bir ehtimal da var. Elədirmi? Sonra qu quşun çəkisi 12 olası olsa, artıq qrifin çəkisi məcburdur 14 olsun. Elədir? Və o zaman qutanın çəkisi də neçə olacaqdır? 22 dəqiq olmalıdır. Elə deyil? Bəli. Ay sağ olun. Mən bilirsiniz Burada bunu niyə səhv yazmışdım? Aha. Çünki mən elə bil o 3-10-dakını 2 dəfə işlətmək yerinə özümdən rəqəm olaraq başqa rəqəm fikirləşirdim. Yox, yox. Məsələ burdadır ki, çünki əvvəlcədən verilib buna. Bunu bildik, bildik. Bəli. İndi məsələmiz burasındadır ki, kondanın çəkisini bilmirik, amma bunları əsasən çıxarda bilərik də. Bu burada olan versiyalarımızdan başqa versiya yoxdur. Yəni yerdə qalan çəki bütün hallarda kondanın çəkisidir. Yəni bir halda 11 ola bilər, bir halda 12 ola bilər, bir halda 14, bir halda 22. Yəni konda 4 çəkini də ala bilər burada deyilənlər əsasən. İndi deyir mətnə əsasən aşağıdakılardan hansını əlavə etsək hər quşun çəkisini müəyyən etmək olar. Aha. Kondanın çəkisi albatrosun çəkisindən azdır. Arkadaşım, zaten kondanın çəkisi albatrosun çəkisindən azdırsa da, kondanın çəkisi 11 də ola bilər, 12 də 14 də. Onda bircə dənə qutanın çəkisini biz bilmiş olacağıq. Qalanları yenə də sual altına qalacaq. Bu olmaz. Kondanın çəkisi qrifin çəkisindən çoxdur. Kondanın çəkisi qrifin çəkisindən çoxdursa da, qutanla bilməyəcək konda hansı 14, hansı 22. Qu quşundan qrif bilinəcək. Kondanın çəkisi qrifin çəkisindən azdır deyəsi olsa, onda da konda ilə qrifin belə deyim də çəkisini, konda ilə qutanın çəkisini bilməyəcək, qriflə konda ilə qu quşun çəkisini bilməyəcək, qriflə qutanın çəkisini biləcək. Biri qutan, biri qu quşu. İki dənə qular məni bütün çaşbaş saldı. D'də deyir, kondanın çəkisi qu quşun çəkisindən azdır. Aha. Əgər kondanın çəkisi qu quşun çəkisindən az olsa, konda nə olacaq? 11 kiloqram 11. olacaqdır. Qu quşu 12, qrif 14, qutan 22. Yəni iki dənə hal var ki, kondanın çəkisi bir qutandan çox olsaydı, bir də qu quşundan az olsaydı, biz hamısını tapa bilərdik. Elə D variantda bunu deyir. Kondanın çəkisi qu quşun çəkisindən azdır. Burası aydındır. 92. Bəli. Qu quşun çəkisi 12 kiloqramdırsa, arkadaşım, qu quşun çəkisi 12 kiloqramdırsa da, onda kondanın çəkisi avtomatik nə olacaqdır? 11 kiloqrama düşəcəkdir. Onda deyir, çəkisi ən az olan quşun qanadlarının eni neçə metrdir? Qanadlarının eni 3/1 olacaqdır. Niyə? 11 kiloqram ən aşağı çəkidir.
O kondaya qalacaq. Kondanın da qanadlarının eni 3,1 metrdir. 93-dədir qutanın çəkisi 14 kiloqramsa. Qutanın çəkisi 14-dürsə də kondanın çəkisi avtomatik 22-yə qalxacaq. Niyə? Çünki qutan qrifdən böyükdür çəkicə. Qrif də qul quşundan böyükdür. Qutan 14-dürsə də o zaman 22 boşluqda qalır. Onu kondaya verir. Çünki kondanın çəkisi bəlli deyil. Deyər qanadların eni 2,5 metr olan quşun çəkisi neçə kiloqramdır? Qanadların eni 2,5 metr olan qrif olmuş olacaqdır. Qutan da 14 olanda qrif avtomatik 12 kiloqram çəkiyə malik olacaqdır. Aydındır? Bəli. Yaxşı. Sonra neçəyə baxırıq? Nəyə baxırıq? 94-ə baxaq. Aysu. Axşamınız xeyir. Necəsiz? Nə var, nə yox? Yaxşı deyir ki, işıq sönmüşdü. Yenə ağac, yenə Zeynəb. Baxırıq. Deməli, ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdür. Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş, qalanını su aparmışdır. Birinci, bax buraya yazam ağac. Ağac. Burada deməli bir hissə skamya, bir hissəsi çaya. Bax buraya yazam skamya. Buraya yazıram çay. Burada yazam ot. Yarpaqların bir hissəsi skamya tökülüb, bir hissəsi çaya tökülüb, bir hissəsi də otların üstünə. Çaya tökən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş. Qalanların su aparmışdı. Bax, burada daş var çayda. 1/3 hissə yarpaqdan daşa ilişib, onda 1/2 hissəni nə olubdur? Su aparıb. Çayda nə olar? Su. Sonra nə deyir? Deyir ki, otların üstünə tökülmüş yarpaqların rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunur və onların sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Buraya yazıram qırmızı, buraya yazıram yaşıl, burada yazıram sarı. Yəni qırmızılar sarıdan azdır, yaşıldan çoxdur, otların üstünə tökülən yarpaqlardılar bunlar. Və ən əsas məsələ. Deyir ki, sonradan əsən külək ağacdan daha 6 yarpaq qopar və otların üstünə tökür. 6 yarpaq da əlavə olaraq qopdu və getdi otların üstünə. Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını, yəni 30%-ni otların üstünə tökür. Skamyadakı yarpaqların nə qədəri? 30%-i otların üstünə gedir. Deməli, yarısını, digər yarısını isə çayda daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan çaya qovuşdurur. Digər yarısını suya aparır. Yəni, çox da bədii cümlə qurmağa ehtiyac yox idi, deyim kimi. Bunu, deməli, çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsindən, daşlara ilişmişin 1/4-i də buradan suya qovuşdu. Diqqət elədiniz, sxemini çəkdik prosesin. İndi nə deyir? Yarpaqlardan ən az neçəsini su aparır. Gəlin hesablama aparıq. Arkadaşlar, bax, deməli, çaya tökülən yarpaqlar 3-ə bölünən saydadır. Bunun 3-dən biri daşa ilişib. Daşa ilişənlərin də 1/4-ni su aparır. Ən azı su aparan, daşa ilişmiş bir yarpaq olsa, bax, daşa ilişmişlərdən bir dənəsini su aparmalıdır ən azı. Bu daşa ilişmişlərin 1/4-dirsə, daşa ilişən yarpaqların sayı ən az 4 olacaqdırmı? Olacaq. Bəs çaya tökülən yarpaqların nə qədəri daşa ilişmişdir? 3/1. Əgər 3/1 4-dürsə də ədədin, demək ədədin özü neçədir? 12. Belə çıxır ki, çaya ən azı 12 yarpaq tökülür. Onun 3/1 daşlara ilişib, yəni 4 dənəsi. 3/2-si, yəni 8 dənəsində su aparmışdır. Birinci cəhdə. Sonra nə var? Skamyadakı yarpaqların da 30%-i otlara getdi, 30%-i suya.
Arkadaşlar, məsələmiz budur ki, yarpaq sayı tam ədəd olmalıdır. Hansı tam ədədin 30% yenə də tam ədəddir? Təbii ki, 10. Deməli, skamyaya ən azı neçədən 10 dənə yarpaq düşübür. Bunun 30%-i 3 yarpaq edir. Bayaq dedik, çaya tökülən 12 yarpağın 3də 2-si, bu da 8 yarpaq edir. Bunun da 3də 1-i 4 yarpaq daşı ilişib. Daşı ilişmişin 4də 1-inə su aparır. 4-ün 4də 1-i də 1-dir. Bütün bu ədədləri toplayanda 3 plus 8 plus 1 edir 12. Deməli, yarpaqlardan ən az 12 dənəsini su aparıb. Bunu bildik. 95-də nə deyir? Ağacda ən az neçə yarpaq var idi? Gəlin baxaq. Arkadaşım, 10 dənə yarpaq skamyaya getdi. 12 dənə çaya, 6 dənəsi ota. Amma əvvəlcədən də ot üzərinə tökülən yarpaqlar haqqında belə bir fikir var idi ki, qırmızıların sayı tək ədəddir və yaşıldan çoxdur. Ən balaca tək ədəd 1-dir. Amma 1 nədir? Yaşıldan çox ola bilməz, çünki 1-dən balaca tam ədədimiz yoxdur. Onda qırmızıların sayını 3 götürürük. 1-dən böyük ən balaca tək ədəd 3-dür. Onda yarpaqların üstünə tökülənlər də olsun 1. Sarı yarpaqların sayı qırmızılardan çoxdur. Bunun da minimal sayı 4 olacaq. Çünki 3-dən böyük ən kiçik ədədimiz 4-dür. Beləliklə, bunların hamısını toplayanda 8 yarpaq edir. Bu da nə deməkdir? Ağacda əvvəlcə ən azı 10 plus 12 plus 6 plus 8. Yəni 36 yarpaq olubdur ki, bu şərtlərlə həmin yarpaqlar töküləndə istədiyimiz nəticə alınır. Və ən axırıncı 96. Aşağıdakılardan hansını yaxud hansına müəyyən etmək mümkündür? Deyər, çay daşlarına ilişib qalan yarpaqların sayını, arkadaşım, daşlara ilişib qalan yarpaq sayını mən elə-belə 4 götürmüşdüm. Elə. Amma bu minimumdandır. Məsələn, 12 yarpaq çaya düşübsə, bunun 3də 1-i daşa ilişibsə də, bəli, 4 yarpaq daşa ilişmiş olur. Amma bir məsələ də var. Bəlkə çaya tökülən yarpaqlar 3-ə bölünən başqa bir ədəddir. Həm də 4-ə bölünməsi də var. Məsələn, 24 ola bilərdi. Nə bilim, 3-ə 4-ə bölünən 36 ola bilərdi, 48 ola bilərdi, 60 ola bilər və s. Bu dəqiq bilinən şey deyil. Ona görə də nədir? Biri bilə bilmirik. Sadir otların üstə qalan yaşıl ağac yarpaqların minimum sayını. Aha. Yaşıl ağac yarpaqlarını mən minimum 1 götürdüm. Çünki bizdən soruşurdu nəyi? Ağacda ən az neçə yarpaq var? Amma məsələn, bunu yaşılı biz 2 də götürə bilərik, 3 də verə bilərik, 5 də verə bilərik. O artıq nədir? Bilinən bir şey deyil. Sadəcə otların üstünə düşən, üzərində qalan yaşıl ağac yarpaqların minimum sayı minimumu 1-dir. Niyə? 1-dən kiçik ədəd verə bilmərik. Çünki 1-dən kiçik tam ədədimiz mövcud deyil. Yarpaqların sayı da tam natural ədədlə göstərilməlidir. 2 doğrudur. 3. Ağacda olan yarpaqların maksimum sayı. Arkadaşım, bu cür məsələlərdə minimumu tapmaq olar. Amma maksimumu tapa bilməyəcəyik. Çünki ağacda dəqiq olaraq, belə deyim də, biz tutaq ki, dedik, çaya tökülən minimum 12-dir. Maksimum nə qədərdir? İstədiyimiz qədər artıra bilərik. Sonra otların üstündəki minimum 8 götürmüşük. Bəs maksimum nə qədərdir? Sonsuza qədər istənilən ədədi verə bilərik. Sonra skamyaya tökülənlərin sayını 10 götürdük. Ki 30% tam ədəddir. Amma 20-nin də 30% tam ədəddir, 100-ün də 30% tam ədəddir, 1000-in də 30% tam ədəddir. Yəni nəticə etibarilə ağacda olan yarpaqların maksimum sayını burada verilən şərtlərdən əsla tapa bilmərik. Bu da nə deməkdir? Buradakılardan ancaq ikincini müəyyən etmək mümkündür deməkdir. Sonra bu getdi. İndi nəyə baxacaq? Ruhlarımı qaçdı. 101. Multfilmə baxırsınız? Mən baxmıram, oğlum baxır.
Hə, Allah yaxşı. Amma nəsə sual verdiniz. Neçəyə baxaq? 101. 101. Aha. Deyər aşağıdakı şəkildə O məntəqəsində yerləşən Express Post Ofisi bağlamalarının daşındığı məntəqələr, ofis və məntəqələr arasında yollar və onların uzunluğu göstərilmişdir. İndi məsələmiz nədir? Deyər Express Post şirkəti kuryer işçisinə şəkildə göstərilmiş marşrut ilə bağlamanı daşıdığı məntəqənin uzaqlığına və bağlamanın çəkisinə mütənasib şəkildə daşıdığı yükün getdiyi yola hadisindən 10 dəfə az olmaqla məvacib ödəyir. Bu nə deməkdir? Tutaq ki, bura poçt idarəsində bayaq dedi O nöqtəsindən göstərilir. Burada buna 30 kilo yük verdik. Tutaq ki. Və dedik F nöqtəsinə apar. Bax, burada 2 kilometr məsafədir. 30-u vuruq 2-yə edir 60. Yəni yüklə məsafənin hadisi 60-a bərabərdir. Buna nə qədər pul verəcəyik? 10-da 1-i qədər. 10 dəfə az, yəni 6 manat. Hesablama qaydasını, yəni burada yazılan şərti anladıqmı? Düşünürəm ki, anladıq. O zaman nə edək? Başlayaq həll eləməyə. Deyir, eyni çəkili bağlamalarla ofisdən çıxan kuryer onların yarısını D məntəqəsində, qalan bağlamaların yarısını C məntəqəsinə təhvil verdikdən sonra yerdə qalanını B məntəqəsinə çatdırdı. Yəni bağlamaları burada B ilə göstərdim. Bax bunu 2 yerə böldü. Bir hissəsi bura getdi, 2də 1-i. 2də 1 də bu tərəfə. Bu 2də 1-in də yarısını hansı məntəqəyə? Qoy burada O yazım, B yox. Həm də daha aydın olsun. Bax arkadaşım. O ofisdir. O poçt idarəsidir. Buradan götürdük. Bunun nə qədər? 2də 1-ni D məntəqəsinə verdik. Düzdürmü? Yerdə qalanlar ki var, buranı elə belə dairə ilə göstərirəm. Yerdə qalanların da deyir yarısını C məntəqəsinə, yerdə qalanını da B məntəqəsinə çatdırıb. İndi baxın. Buradan götürülən bağlamaların sayı neçəyə mütənasib olmalıdır ki, yarısı bura çatsın. Sonra da o birisinin yarısı da, yəni bunun yarısı, 2də 1-in yarısı, 4də 1-i bura, 4də 1-i bura çatsın. Ha, ən az neçə bağlama götürmək lazımdır? 8. 4. 4 ayrılır. Niyə? Sən 4 dənə bağlama götürsən 4x. Bunun yarısı 2x-i bura gəlib çıxdı mı? Yerdə qaldı 2x-i. Bu 2x-in də x-ini C məntəqəsinə, x-ini nədir? B məntəqəsinə göndərəcəksən. Aydındır nə dediyim? Bəli, bildim. İndi bax, O məntəqəsindən D məntəqəsinə 2 vahid yoldur, 2 kilometr. Və bura 2x bağlama aparır. Buna vurduq. Üstə gələk. O məntəqəsindən C məntəqəsinə 2 burada, 1 burada. 3 vahid yoldur. Və C məntəqəsinə x bağlama aparır. 3x. Üstə gələk. O məntəqəsindən B məntəqəsinə 5 kilometr yoldur. Və x yük aparır 5x. Bunların cəmi nə olmalıdır? 36 manat buna ödəyiblərsə də bu hasillər cəmi 360 olmalıdır. Elə deyilmi? Çünki deyir ki, hasildən 10 dəfə az məvacib. Ona görə də bu hasil 360-a bərabər olmalıdır. Bu ədədləri toplayanda 12x eləyir. 12x-imiz 360-sa da x-in qiyməti 30 eləyir. Və bizdən soruşulan nədir? Bizdən soruşulan odur ki, kuryer ofisdə neçə kiloqram yüklə çıxıb? Nə qədər yüklə çıxmışdı Gültac? 4x. 4x-lə. X-in qiyməti 30-dur. 4-ü 30-a vuranda nə edir? 120. Deməli, kuryer məntəqədən 120 kiloqram yüklə çıxıb. Bu 101. Bəs Buyur. bölüb yazsaq olar onu. Məsəl üçün, yəni 2x bölək 10 şəklində gedir. 2x Yazmaq olar. bölək 10. O necə yəni 2x bölək 10? Yəni mən 36-ya bərabər eləmişəm. Hə, Amma olar. Hər birini bölüb olar. yaz. 4x Hə, bölək 10 üstəgəl 3x bölək 10 üstəgəl 5x bəli. bölək 10 Hə, bərabər elə 36. deyil. Fərqi nədir?
O elə bil ki, hər tərəfi 10-a vurduq, məxrəcləri nə oldu? İxtisar olundu. 36-nı da 10-a vuranda 360 olur. Problem yoxdur, o səhv deyil. İndi 102-yə baxaq. Bu hissəni silirəm. Vəbşə bunun hamısını silməliyəm. Hə, çünki deyilən o başqa bir şey. Deyir, ofisdə kuryerə ümumi çəkisi 100 kiloqramın 4 bağlama verildi. Üçü eyni çəkidədir. Deyir, ona tapşır 30 kiloqramlıq bir bağlamanı D məntəqəsinə. D məntəqəsinə 30 kiloqram apar. Eyni çəkidə 12-ci bağlamanı C məntəqəsinə. C məntəqəsinə 30 kiloqramlıq apardım. Eyni çəkidə üçüncünü B məntəqəsinə təhvil ver. B məntəqəsinə də 30 kiloqram bağlamanı apardım. Yüngül çəki onun sonuncu bağlamanı A məntəqəsinə çatdırsın. A məntəqəsinə yüngülü, yəni 10 kiloqram olanı çatdırsın. Bunu bildik. Bildik. Və deyir ki, bunun üçün kuryerə neçə manat pul ödənməlidir? Heç nə. Problem nədir ki? Baxaq. Birinci D məntəqəsinə gedəcək, düzdür? O'dan D 2 kilometr olduğuna görə 30-u vurdum 2-yə. 60 eləyir, elə bil 6 manat ödənəcək də. Sonra C məntəqəsinə gedir. Buradan O məntəqəsindən C məntəqəsinə qədər 3 kilometr yoxdur. 30-u vurdum 3-ə. Bu da elədir 9 manatlıq yol. Sonra B məntəqəsindən getmək istəyəndə 2 buradan, 1 buradan, 2 buradan 5-dir. 30-u vurduq 5-ə. Neçə elədi? 15 manatlıq oldu. Sonra deyir ki, A məntəqəsinə aparacaq, amma burada nə deyir? Şərt deyir. Şərt var idi. Şərtə baxın. Deyir ki, A məntəqəsinə çatdırsın qeyd olunan ardıcıllıqla. Yəni bu adam əvvəlcə O-dan D-yə 2 kilometr gəldi. D-dən C-yə 1 kilometr gəldi, 3 kilometr. C-dən B-yə 2 kilometr getdi, 5 kilometr. Sonra B-dən C-yə qayıtmalıdır. 7 kilometr. Oradan da A-ya getməlidir 8 kilometr. Yəni o 10 kiloluq bağlama ilə də 8 kilometr yol getməlidir. 8 manatlıq pul da burada hesablanır. İndi nə etmək lazımdır? Ümumi xərcini bilmək üçün bunların hamısını toplamaq. 15, 15, 38. 38 manat şirkət bundan ötürü xərc çəkəcək. Bu da aydındırmı? Və 103-ə baxırıq. Ofisdən H məntəqəsinə 30 kiloqram çəki olan bağlama daşıyan kuryerə şirkət ən az neçə manat ödəməlidir? İndi bura baxın. Ofisdən H məntəqəsinə. Arkadaşım, ofisdən H məntəqəsinə 2 yolla gedə bilər. F-ə, oradan G-yə, oradan H-a. Bu halda 2, 3, 2, 7 kilometr yol gedəcək. Bir də O-dan E-yə, E-dən G-yə, G-dən H-a gedir. İkinci yolda 4, 2, 2, 8 kilometrdir. Onun görə ən yaxşısı budur, 7. Bu nə qədər yüklə çıxacaqdır yola? 30 kiloqram. Deməli, aldığımız ədəd nəyə vurmalıyıq? 30-a vurmalıyıq. Və ona da böləcəyik ki, nə alınsın? Ona böləcəyik ki, ödənilən məbləğ alınsın. Bu da eləyir 21 manat. 21. Bunun da cavabı hansı variantdadır? Təbii ki, B variantında. Aydındır bura qədər. Bəli. Sonra keçdik operatorlara, qəşəng. Yəqin bunlar biraz sürətli gedir. Mühakimə biraz vaxt aparan olur. Davam edirik. Hansı suala baxacağıq? 29. 29. Başdan qabaq var. 29-a kimi var. 7, 8. 7, 8 baxaq. Bax, 12 ilə 3-dən 9 almalıyam. 9 ilə 6-dan 9 almalıyam. 4 ilə 8-dən də 5 almalıyam. Bax, 12-ni vururam 3-ə. Bax, nə pis vurdum. 12 vuraq 3. Bu niyə belə eləyir ki? 12-ni 3-ə vuranda neçə alınır? 36.
3 ilə 6-nı topladım, elədi 9. Məsələn, 9-u vuram 6-ya, edir 54. 5 ilə 4 toplayam neçə? 9. 9-u 11-ə vuranda 99. Onlar da toplayan neçə edir? 18 edir. Sonra 7 getdi. Sonra 8 demişdiniz. Baxaq. Bəli. Bax bala, 19 ilə 9. 7-dən 25 açam. 19 üstəgəl 7. Eləyir 26. 1 çıxmayacam. 26-nı vuracam 2-yə. Eləyəcək 52. Sonra neyəm? Tərsinə çevirəm. 25. 52 rəqəmlərin yerini dəyişirəm. Bax, üçüncüyə bax. 11 ilə 8 toplayanda 19 2-yə vuranda 38 tərsinə yazıb 83 kimi. Deməli, nə etmək lazımdır? 12 ilə 17-ni toplayıram. Eləyir 29. 29-u 2-yə vuram. 58. Bunların da yerini dəyişəm 85 alınır. Sonra neçəyə baxırıq? Mənim 18. 13'e baxaq. 13-ə? Bəli. Ay bala, Allah sizi kahretməsin. Ay kötü kalpli cadalozlar. Bu nə idi? Bu nə iş idi mənim başıma asılır? Bax, birinci. Dedik düz duranı x-la, tərsinə duranı y-la əvəz edək. X bərabərdir a-nın kvadratı, yəni 2-nin kvadratı 4, üstəgəl b, yəni 3, elədi 7. Çıxaq 2y. İndi bunun tərsini təsəvvür edək. Yəni b ilə a-nın yeri dəyişir. Yəni y bərabərdir. Bu dəfə b-nin kvadratla a-nı toplamalıyım. Yəni 3-ün kvadratı 9, 2 gəldi 11. 11 minus 2x. Və indi y-in yerinə bax bu ifadəni qoyacağam. Yəni x bərabərdir 7 minus 2 vuraq 11 minus 2x. Yəni x bərabərdir 7 minus 22 plus 4x. Buradan 4x-dən x çıxanda 3x bərabərdir. 7-dən 22 çıxanı mənfi 15-də, amma yer dəyişmə aparacaq. Bərabərin sol tərəfinə keçən müsbət 15 olmuş olur. X-in qiyməti də neçə olur? 15-i 3-ə böləndə 5 olur. Sonra 18. yaxşı. Bax arkadaşım, 5 ilə 8-dən 21 alacağım. 5 üstə gəlir 8 vuraq 2. Eli neçə? 21. 6 üstə gələk 15 vuraq 2. Bərabər nə? 36. Sonra nəyə baxırıq? Mənim 21. 21. Bax arkadaşım. 7 ilə 5-in arasında nə var? 7 ilə 5-in arasında ədavət var. Yox, üçbucaq var. Nə edirəm? 7-nin kvadratı üstə gələk 5 əliyəm. Çünki üçbucaq olanda a kvadrat düz. Bu neçə edir? 49 ilə 5 54 edir. Düzdürmü? İndi a ilə a-nın yerinə x yazacağım. X kvadrat 2 nəyə bərabər olmalıdır? 4a 4 vuraq x bölək b-yə 2-yə. Bu da nədir? 2x. Məsələmiz də burasındadır ki, 2x-in qiyməti nəyə bərabər olmalıdır? 54-ə bərabər olmalıdır. Düzdürmü? Onda x-in qiyməti nəyə bərabər olur? 27-yə. Sonra Sonra mənim 33. 30. 29. Bu dəqiqə 29-a baxacaq 33-ə də. Bax 36 ilə 3-dən 12-yə, 56 ilə 5-dən 31 almalıdır. Bu problemlidir. 56 ilə 5-dən 31 necə alacaq?
Belə bir iş görürəm. 56-nın tərsinə yazam 65. 31 də tərsinə yazam 13. 65-i 13-ə böləndə neçə alınır? 5. Eyni qayda ilə 57-dən 20, 52 ki var. Bunları tərsinə yazsan da 75. 52-ni də yazsan 25. Böləndə neçə alınır? 3. Sonra 33 müəllim. 33 müəllim baxın. Bunu orta məktəbdə balaca siniflərdə uşaqlara verirlər ki, gör uşağın başı işləyirmi? Arkadaşım, bu nə idi bunu səhv edibsən? Bax, birinci bu A romb hissəsini bir dənə dəyişənlə əvəz elə. Elə bil veribdir kvadrat x bərabərdir nəyə? 35-ə. Onda necə həll edərsən? Kvadrat x bilirsiniz ki 2a plus 5 kvadrat a 3a minus 4 deməkdir. Onda yazam 3x minus 4 bərabər nəyə? 35-ə. Buradan 3x bərabərdir 39-a, x-in qiyməti 13 edir. Bu 1. Yəni, mötərizədə A rombun qiyməti neçədir? 13. A romb bərabərdir 13-dürsə də, o zaman 2A plus 5 bərabərdir 13 tənini həll edirəm. 2A bərabərdir 13-dən 5 çıxıram 8. A-nın qiyməti neçə olur? 4 olmuş olur. Elədirmi? Bax, imdai təxminə. Sən aldığın qiymət bura qoyanda 2 dəfə 4, 8, üstünə 5 gəldin 13. Təzdən 13-ü gətirdin, bura qoydun. 13-ü 3-ə 39, 4 çıxanda 35 qalacaqdırmı? Qalacaq. Görsən Orada çətin. və ya x-in yerinə və yaxud da 2a plus 5 qoya bilərik də. Təbii ki, 3x qoya bilərsiniz. Birbaşa da həll edə bilərsiniz. Bax, bu şəkildə. Gültacın sözünə qüvvət verirəm. Yəni, belə bir şey edə bilərsiniz. 3, bax, burada A-nın yerinə nə qoyursan? 2A plus 5 minus 4. Eyni şeyə Bəli, gəlmiş olacaqdır. bəli. 6A plus 15 deyir, 4-də çıxanda 11. Burada nə olacaq? Plusla. Çünki burada plus qoyuldu. Bərabər də 35 əldə edəndə A-nın qiyməti yenə də 4 olur. Çünki 24-ün üstə 11 gələndə 35 edir. Amma necə görünməsi önəmli deyil, necə getməyiniz önəmlidir, ha arkadaşlar. Sonra növbəti sualımız 37. 37. Baxaq. 35. 35. Baxaq. Asan sualdır. Necə yazılmamışım Ay bilmirəm. arkadaşım, bax. Bu 3 dənəsini vurub 18 al. 18-in vuruqları nə ola bilər? 1, 2, 9. Bu bir versiya. 1, 3, 1, 6. 3, 6. Ola bilərmi? Bəli. Ha? Üçü də bir-birindən fərqlidir də, orasını nəzərə almanız lazımdır. Başqa bir versiyamız varmı? Yoxdur. Elədirmi? Bəli. Sonra nəyə baxacağıq? 42-nin vuruqlarını. Məsələn, 1, 6, 7. Bu 1. Sonra 1, 14 3. yox, bir dənə söz, bu bir-birindən fərqli rəqəmlərdir deyir. Rəqəmlər götürməyimiz düz deyil. Onca 1-i götürməyəcəm. 2, 3, 7. Buna götürə bilərik. Bəli. Başqa versiyada götürə bilmərik. Çünki yenə də deyirəm, bir-birinə fərqli rəqəmdirsə də rəqəm bir mövqe tutur. Məsələn, 14-dən, 12-dən falan istifadə etməyimiz olmaz. İndi baxın arkadaşlar. Deməli, biz baxırıq ki, burada Qarabala ilə Yusiflə Günəş hər ikisində var. Məsələn, burada birinci versiyada 1, 2, 9-la nə 1, 6, 7, nə də 2, 3, 7 uyğun gəlmir. Deməli, bu versiya səhvdir.
İkinci versiya 136 ilə 167. Burada 1 ilə 6 üst-üstə düşmüş olur. Düzdürmü? Yəni 42 yazılanın fərqli olanı, yəni ağ smaylik 7 olmuş olur. O birisinin də fərqli olanı, yəni rombu neçə olmuş olur? 3 3 olmuş olmuş olur. olur. Bəli. Bizə nədir? Qara smaylik, qara romb, bir də günəş. Yəni 1, 3, 6-nı topla. Neçə? 10. Böl 5-ə və vur nəyə? Ə, Ağ smaylikə 7-yə. Özünüz də bilirsiniz ki, bunlar bərabər yüklü əməllərdir. Mötərizədən istifadə olunmayıb deyə ardıcıl vuracaqsınız və böləcəksiniz. 10-u 5-ə böləndə neçə alınır? 2. 2-ni 7-yə vuran neçə edir? 14 edir. Və Yəni nə- mənim yerinə düz qoymuşam. Mən niyə bunu axıra kimi yazmamışam? Abi o Nəsə məndən niyə soruşsan? baş. Mən səndən soruşmalıyam ki, niyə axıra qədər yazmayıbsan? Elə bildim səhv getdim. Mən fərqli almış. Nəysə. Sonra 36, 39-a baxaq. 39-a baxın. Neçə? 37. 37, 39. Arkadaşım, 37-də birinci sətirdə açıqlama göstərilibdir sizə. Ona əsasən gəlsəm. Deməli, 5 vuraq 6-nın kvadratı. Göz yazıb 5a kvadratı. 5 vuraq 6-nın kvadratı. Sonra çıxaq. 25 burada nədir? 5-in kvadratı. Burada 9-un kvadratı. 36 deməli 5-ə vurub 81 çıxmağınız lazım olacaq. Elədirmi? Çünki buradakı ədədlərdən yəni, bəlkə 5 mislidir. Qoy burada da yoxlayın bir. 1-in kvadratı 1-dir. 5-ə vurdum 5. 2-in kvadratını çıxdım alınır. Məsələn 4-ün kvadratı neçədir? 16-dır. 5-ə vurdum 80. 49 çıxdım. 31 qaldı. Yəni üsulumuz düzdür. 6-nın kvadratını 5-ə vurub nə çıxmaq lazımdır? 9-un kvadratını çıxmaq lazımdır. Neçə qalacaq arkadaşlar? 243. Bəli? 243. 243? Bəli. Nətər elədi? Ay bala 243 qaldı. 99-dur. Ay bala 99 qaldı. 243 sən necə aldın? 180 saat 81-dir də elə bil. 36 vuraq 5, 180 saat. Təsəvvür edirsiniz arkadaşım, buradan bura deyirəm, gör aldığı cavaba bax. Neçəyə baxır ay arkadaşlar? 39. 39. Bura. Arkadaşım bir-birinə vurun, sonra da 2-yə vurun. Çünki 11-i 12-yə vuranda 132 eləyir, 2-yə də vuranda 264 alınır. Mən belə eləmişdim. Birincidə alınırdı amma elə bil kvadratlarını toplayıb 1 çıxmışdım. Birinci nəsə Bəs birinci ikincidə, üçüncüdə alınmır axı. 1-in kvadratından 1-in kvadratını topladın, 2 elədin. 1 çıxdın, yenə də 1 qalır Hə, axı. sonra gördüm ki, nəsə o deyil. Yaxşı, sonra. O birisinə keçək əgər yoxdursa. Məsələlərə Bəli. keçək. Buyurun, suallar gəlsin. 52. 52. Bircə dəqiqə. Bəli. Ay paint. Paint hara getdin? Baba nəva məsələsi. Bax, Bəli. Gültaz deyir ki, mən babamdan neçə dəfə balacayımsa, bacımdan da bir o qədər dəfə böyüyəm. Bax, bura yazam bacı, bura yazam Gültaz, bura yazam baba. Yəni, məsələmiz nədir? Bunun bacısının x yaşı var. Bacısından t dəfə böyük olsun. Bunda x vuraq t qədər yaşı olur. T dəfə. Dəfə ilə deyir.
və deyir ki, ə, babamdan neçə dəfə balacayımsa, bacımdan o qədər dəfə böyüyəm. Yəni babası da bundan t dəfə böyük olur. Onda babanın yaşı nə olur? X vuraq t-nin T kvadratı. kvadratı. Hə. Sonra deyir babamla mənim birlikdə 84 yaşımız var. Yəni x vuraq t üstə gələk x vuraq t-nin kvadratı bərabər 84. Bacım isə hələ uşaq bağçasına gedir. 7 yaşında o məktəbə keçir. X-in qiyməti də kiçikdir 7. Bunu da yadda saxlayaq. İndi bu məsələnin həlli üsullarına baxaq. Həlli variantlarına baxaq. Olarmı? Olar. Baxın, burada mən belə bir metoddan istifadə edə bilərəm. Bir, x-i mötərizə xaricdən çıxardıb t plus t kvadratından hesablama apara bilərəm. Bərabər 84. Bir də xt-ni birbaşa mötərizə xaricdən çıxarıb 1 plus t bunları vurub 84 almaqla həll edə bilərəm. Təbii ki, kim hansı metod xoşuna gəlsə də ondan istifadə eləsin. İki dəyişənli tənlik həll edəcəyik. İkincinin effektiv üsulu nədir? Baxın. 84-ü sadə vuruşlarına ayırır. Çoxlu sadə vuruşlardan ibarət olan məsələləri həll edəndə sadə vuruşlara ayırsaq daha yaxşı olur. Burada sadə vuruşlar 2, 3, ondan sonra birinci 2 dənə 2 götürüm. 2, 2, 3, 7. 84-ün sadə vuruşlarıdır. İndi baxın. Burada t ilə 1 plus t bir-birindən 1 vaid fərqlənir. Yəni, məsələn, vuruğun biri 2, biri 3 olası olsa, yəni t ilə t plus 1. Digərdə 2 dəfə 7, 14 olmuş olacaq. X olacaq 14. Amma x 7-dən kiçikdir. Deməli, bu versiya tutmur. Yaxşı, vuruğun birini 3 götürsəm, digərində 2 dəfə 2, 4 götürsəm. Onda nə olacaqdır? X-in qiyməti bu dəfə 7 olacaqdır. Yəni, t-ni 3 götürdün, t plus 1, 4 olmuş oldu. Onda x-in qiyməti 7 olur. Bu da ödənmir. Amma üçüncü vəziyyətdə biz vuruqların birini 2 vuraq 3 götürürük. Yəni 6. Digərdə 7. Biri də 2 olur. Yəni t-nin qiyməti 6 olanda t plus 1 7 olmuş olur. Onda x-in qiyməti 2. Bu halda yenə də hasil 84 verir və ən əsas məsələ x-in qiymətinin 7-dən kiçik olması halı özünü doğruldur. Nəticə etibarilə mənim neçə yaşım var deyirsə də bunun yaşı xt-dir. Biz də x-in qiymətini 2, t-nin qiymətini 6 almışıq. 2 dəfə 6 neçə? 12. Demək bu Gültacın 12 yaşı var. Sonra növbəti arkadaşlar növbəti sualımız var. 58'e bakalım. Neçə? 58'e bakalım. 58. 58-ə baxın. 55-ə də baxaq da. 55. Birinci 58-ə baxın istəyirsiniz, sonra 55-ə baxaq. Yo, 55-ə bax, onsuz da 55-də də problem olacaq uşaqlardan. Sizi tanıyıramsa da probleminiz mütləq olmalıdır. Burada səsi çıxmayanlar var. Yusifdir, səsi çıxmır. Ondan sonra Salih xanımın səsini eşidə bilmirəm. Aysunun səsini ümumiyyətlə heç vaxt eşitməmişəm. Bir-iki dəfə dedim, dövrə metodundan test işləməkdən başqa. Lalə xanım bugün çox səssizdir. Mürkan xanım səssizdir. Deməli, arkadaşım, bu günorta uşaqlar gələndə axşamınki üçün səssiz qalırlar. Ayda, bunlar hər şeyi soruşurmuş. Bayram tədbirində iştirak edən tələbələr 3 komandaya ayrılırlar. K, L, M. Baxın, K komandası var, L komandası var, bir də M komandası var. Deyək, 150 konfet tələbələrə elə paylandı ki, K, L, M komandanın hər bir üzvünə uyğun olaraq 2, 3, 6 konfet düşdü. 2 konfet burada, 3 konfet burada, 6 konfet burada. Yəni, 2K plus 3L plus 6M bərabər də 150 eləməlidir. Düzdürmü?
Deyir aşağıdakilərdən hansılar mütləq səhvdir? Bunu bir dəfə də izah eləmişdim sizə. Baxın, K komandasına 20 tələbə var. Gəlin baxaq, K komandasına 20 tələbə qoysaz, 2 dəfə 20 40 edir. Onda tənliyiniz nə olur birinci halda? 3L plus 6M bərabərdir 110 alınır. Düzdür? Arkadaşım 3L də 3-ə bölünən ədəddir, 6M də 3-ə bölünən ədəddir. Amma 110 nədir? 3-ə bölünən ədəd deyil. Deməli bu səhvdir. Mütləq səhvlərdən birini tapdıq. 2. L komandası 32 tələbə var. 3-ü 32-yə vuran 96, 150-dən 96 çıxdım, qaldı 54. Burada 2K plus 6M. Bərabərdir 54 təni həll eləyəndə hər üçü 2-yə bölünən ədəddir. 54 də 2-yə bölünür. Problem yoxdur. Bu olar. 3-ə baxıram. M komandasına 20 tələbə var. M komandasının 20 tələbə olası olsa 6 dəfə 20, 120 tələbə edir. O zaman 2K plus 3L bərabər olur neçəyə? 150-dən 120 çıxanda 30. K ilə L-in qiymətlərini müxtəlif qiymətlər verib bunu həll eləmək olar. Məsələn, L-ə qiymətini mən verdim. Tutaq ki, neçə? 4. 4 dəfə 3 neçə edir? 12. Onda K-nın qiymətini 9 verib. 2 dəfə 9, 18, 30 ala bilər. Yəni, bu mümkün olan vəziyyətdir. 4-ə baxırıq. K komandasına 27 tələbə var. K komandasına 27 tələbə olsa 54 tələbə eləyir. 3L plus 6M bərabərdir. 150-dən 54 çıxanda 96 qalır. 96 O da 3-ə bölünür, 6M də 3-ə bölünür. Yəni, burada problem yoxdur. Elə deyilmi? Aha. Və 5-ciyə baxaq. 5-dən L komandası 19. 3 dəfə 19, 57 edir. O zaman 2K plus 6M bərabərdir. 150-dən 57 çıxanda 93 qalır. Aha. 2K da cüt ədəddir, 6M də cüt ədəddir. 93 isə tək ədəddir. Deməli, bu alına bilməz. Nə oldu? 1 ilə 5 alına bilməz. Bizə də onlar lazım. Görürsüz, ay müəllim, deyirsiz riyaziyyat lazımdır, lazımdır, görürsüz. Mənim şəxsən yadıma düşmür, məsəl üçün. Yazıram bunu, məsələn, 3 plus 6 bərabər 110. Sonra üzünə baxıram ki, indi görürsən bu düz olar, yoxsa Bu səhv olar. sadə hesabdır da. Burada nə ciddi riyaziyyat oldu ki? Yadıma düşmür ki, 3-ə bölünməyini yoxluyum da, məsəl üçün. Ona məntiq lazımdır. O riyaziyyat deyil ki. Ey, Yaxşı, heç nə olmaz. Heç nə olmaz. Neçəyə baxırıq? 58 elə. Ha? 57. 57. Görürsünüz arkadaşlar. 57 ilə 58 eyni şərtdir arkadaşlar. Birində nəticə yazıb, birində maaş yazıbdır. Eyni şərtdir. Eyni ildə düşən suallardır. Ona görə də gəl 58-i işləyək. 57 də vallahi billahi istəsəz yəni də ayrıca göstərən problem yoxdur. İkisi eyni şərtdir. Şərti oxuyanda biləcəksiniz. Bax 58-in şərtini oxuyuram və deyirəm. Əli və Vəli yanvar ayının may ayının sonunda bax Əli var, bir də Vəli var. Yanvar, fevral, mart, aprel, bir də may. 5 dənə ay var. Sonuna kimi hər ay 509 manat aralığında əmək haqqı alırlar. Bundan aldıqları əmək haqqı nədir? 509 aralığı. Bu belə. Bunu gördünüz. Bizə deyir aşağıdakı məlumatlar hansı 5 ay ərzində əlinin orta əmək haqqının Vəlinkindən yüksək olduğunu göstərir. Yəni, əli ortalama böyükdür Vəli ortalama. Bu şərti yoxlamalıyıq. İndi 57-yə baxıram. Baxın, həll eləməmiş 57-yə keçdim. Yəni, niyə eyni olduqlarını göstərməkdən ötürü. Deyir, Sevinç və Yaşar, Sevinç və Yusif, Yaşar nə idi? Sevinç, bir də Yusif. 5 fənn üzrə imtahan verdilər. Yəni, A fənni, B fənni, C fənni, D fənni, E fənni. Baxırsınızmı? Yuxarıda aylardır, aşağıda fənlər. Deyir ki, hər imtahan fənni üzrə 50-100 bal aralığında nəticə göstərdilər. 50-100 aralığında nəticə göstərdilər.
Yalnız tarix fənni üzrə Yusif və Sevincin nəticə eyni oldu. Gəl fənlərdən birinin adını tarix qoyaq. Bunun adını qoydum tarix. Nə oldu? Bu da x topladı, bu da x. Yəni nəticələr eyni oldu. Bu bizə nə deyir? Aşağıda məlumatlarınızı Sevincin 5 fənn üzrə orta balının, Sevincin ortalamasının Yusifinkindən yüksək olduğunu müəyyənləşdir. Böyükdür Yusifin ortalaması. 100% yuxarıdakındasa hansı aydasa da maaşlar bərabər olur. Görməmişəm. Bax 58-də deyir ki, mart ayı üçün Əli və Vəlinin əmək haqqları eyni olur. Baxırsınızmı? Nə demişdim? Burada da nəsə eyni olmalı. Bax, burada da bunlar eynidir. Yəni, məsələlər fərqli görünsə də eyni məsələdirlər. İndi nəyi deyirəm? Bura bu diqqət edin. Burada nəyi biləsi olsaq, birinin orta əmək haqqının digərindən böyük olduğunu, yaxud birinin orta balının digərindən daha yüksək olduğunu bilə bilərik. Deməli, əgər əlinin ən aşağı əmək haqqısı, yəni əlinin minimumu bərabər olansı olsa vəlinin maksimumuna, yəni mart ayında əlinin aldığı pul özünün ən aşağı aldığı maaş olsa, mart ayında vəlinin aldığı pul da özünün aldığı ən yüksək pul olsa, bütün hallarda bu onu göstərəcək ki, əlinin orta aylıq əmək haqqısı vəlinkindən çoxdur. İmtahan balında da belədir. Əgər S-nın, S kimdir? Kimdirsə də hər nəsə, sonu olsun. Onun minimum bal topladığı fən, yəni topladığı minimal bal, Yusifin topladığı maksimal bala bərabərdirsə də, onda nədir? Yenə də bu S-nın orta balı Y-nın orta balından çox olacaq. İndi bax gör şərtdə nə deyir burada? Əlinin ən yüksək əmək haqqı vəlinin ən yüksək əmək haqqından çoxdur. Birinin çoxu o birisinin çoxundan çox olması, yəni əlinin ən yüksək əmək haqqısı tutaq ki 900-dür, vəlinin də əmək haqqısı 899-dur ən yüksək. Yəni çox oldu. Amma gəlin belə götürək. Digər tərəfdən də əlinin ən aşağı əmək haqqısı da vəlinin ən aşağı əmək haqqısından azsa da nə ola bilər? Bu halda əlinin orta əmək haqqısı vəlidən çox olmaya bilər. Ona görə də bu doğru deyil. Amma deyəndə əlinin ən aşağı əmək haqqı, bu fevral vəlinin ən aşağı əmək haqqı yanvar ayında bunun dəxli yoxdur. Məsələn, əlinin ən aşağı əmək haqqısı tutaq ki 890 manat olsun yanvarda, vəlində ən aşağı əmək haqqısı nə olsun? 895 manat olsun. O da fevral ayında yaxud da ki yerləri dəyişik olsun. Onun nə dəxli var? Amma deyəndə əlinin ən aşağı əmək haqqı. Məsələn, əli ən aşağı tutaq ki 700 manat al. Vəlinin ən yüksək əmək haqqı ilə eyni olur. Vəli ən yüksəyi 700 alsa da əlinin pulu bütün hallarda vəlidən çox olur. Çünki əlinin ən aşağısı vəlinin ən yuxarısından çoxdur. Fəndə də belədir. Sevincin ən aşağı nəticəsi Yusifin ən yüksək nəticəsinə eynidirsə də, Sevincin ən aşağı nəticəsi tarixdənsə, Yusifin ən yüksək tarixdənsə də, bu o demək ki, Yusifin digər fənlərdən cəmi balı Sevincin digər fənlərdən cəmi balından aşağı olacaq. Bu da Sevincin ortalama balının Yusifinkindən yüksək olması anlamına gəlir. Yəni, görürsünüzmü? Bu da mürəkkəb tapşırıq deyil əslində qalsa. Birazca diqqətli yanaşsaz həll edərdiniz. Sonra nəyə baxırıq? Arkadaşlar, o birlər düz işləyibsiz, halaldır. Şifrələr də yəqin düzdür hamıda. Səs çıxmadığına görə hər şey qaydasındadır. 12-yə baxaq şifrələrdə. Bəs niyə dillənmirsən bayaqdan? Tamam, 11'e de baxaq da. Yaxşı, 11-ə 12-yə bax. Ay bala, 11-də fiqurların sayıdır. Necə? Bax, burada, bu fiqurda 4 dənə nə var? Bax, bunda. 4 dənə dairə var.
Bəs bunda bir dənə nə var? Bir dənə üçbucaq. Bunda iki dənə nə var? Kvadrat. Biri bu sol əldir, bir də ki gövdəsi. Bəs alt dənə var düzbucaqlı. İkisi qolu, ikisi ayağı, ikisi də qıçı. Bəs bunda dairə neçə dənədir? Bir dənə gövdə hissədə. Üçbucaq neçə dənədir? 1, 2, 3, 4, 5 dənə üçbucaq var. Zaten 1 ilə 5 ilə başlayan bircə dənə A variantı var. O da doğru cavab variantı. Yenə bunda kvadratların sayı 4, həm düzbucaqların sayı 5, hər şey qaydasındadır. Keçək 12-ci tapşırığa. 12-də böyürdə verilən ədədlərin nə olduğunu bilməyiniz lazımdır. Bunu necə müəyyənləşdiririk? Birazcık qalın xətt çəkən alətimiz hardadır? Budur. Bax, buradan bura qədər. Bu böyür tərəfdə olan hissəyə baxın. Zeynəbin sualı dilə. Bu belə. Bəli. Uzunluğu 3 damı olan xəttləri qırmızı ilə çəkdim Zeynəb. Sonra sarı ilə də çəkəcəm. Sarı ilə çəkdiyim uzunluğu 4 damı olanlardır. Sonra yaşılla xəttlər çəkəcəm. Onların da uzunluğu 2 damadır. Bax, bu 1, bu 2, bu 3, bu 4. Bax, indi diqqətlə bax, arkadaşlar. Sayılarla baxanda hər şeyi görəcəksin. Bax, uzunluğu 4 damı olan, bax, bu xəttdən neçə dənədir? Sarıdan. 4 dənə. Neçə? 4. Sarıdan 4 dənə görsən sən. Zeynəb, açqını tax təzdən bax, bala qadan alım. Sarı xəttdən mən bura neçə dənə çəkmişəm, ay Zeynəb? Rəngləri 2 seçə dənə. bilirsən. Ha? Elə bildim damalar deyirsiniz. Ay bala, dama demirəm. Deyim, sarı xəttdən neçə dənə çəkmişəm? 2 dənə. 2 dənə, ay sol. Bax, yəni uzunluğu 4 olan sarıdan 2 dənədir. Sonra uzunluğu 3 olan qırmızılardır. Gör ondan neçə dənədir? 3 dənə. Sonra uzunluğu 2 damla olan yaşıldan neçə dənədir? 4 dənə. Hətta gözün gördə 4 dənədir. Bəli. Yəni 23 dənə nə var? Bu qara balacalar qalıb ha. Bax, onlardan da 23 dənədir. Bildim. İndi biz eyni məntiqlə bunu işləyəndə, yəni bu dans edən insanı, birinci ən uzundan, çünki baxdın əvvəlcə 4 dama uzunluğunda, sonra 3 dama uzunluğunda, sonra 2 dama, sonra 1 dama uzunluğunda olanlara baxdıq. Burada isə birinci çiyni də ən uzun. Baxsan 1, 2, 3, 4, 5 dama uzunluğundadır. Bir dənə çiyni. Sonra bunun ətəyi var. Buradan bura qədər 1, buradan bura qədər 1. 2 dənəsi nədir? 4 dama uzunluğundadır. İndi sonra bu çiyninin üstü, qolunun altı, bu biri qolunun altı, böyür tərəf, bu birisi böyrü. 5 oldu. Sonra qolun burası 6. Başın bu bir tərəfi 7. Başın bu bir tərəfi 8. Qıçın bu tərəfi 9. Qıçın bu tərəfi 10. 10 dənəsi də 3 damla uzunluğunda oldu mu? İndi 2 damalıqlara baxaq. Bu rəng dəyişdirim. Bu rəng. Bax, bura 2 damalıq 1. Bura 2 damalıq 2. Bura 2 damalıq 3. Bura 2 damalıq 4. Bura 2 damalıq 5. Bura 2 damalıq 6. Bura 2 damalıq 7. Bura 2 damalıq 8. Bura 2 damalıq 9. Burada 2 damalıq 10. 10 dənə də
2 dam uzunluğunda olan xəttimiz varmı? Zaten elə varianta baxanda elə ikincidən sonra doğru cavabın B olduğu görünür. Aydındır Zeynəb. Bəli, sağ olun. Sonra arkadaşlar başka. Başka. Yoxdur müəllim, yox. Yoxdur müəllim. Yoxdur can sağlığı. Yoxdur. O zaman ne eləyək? Heç nə. O zaman biraz istirahət edək. Birazdan informatikaya qoşular. Yaxşımı? Gedin keyf Oldu edin müəllim. müvəqqəti. Sağ olun. Hələlik.